Deməli, aprel ayının 10-u Pəncəlinin şəhid xəbərini eşitdik. Hansı ki o iş yoldaşım mənlə işləyirdi. Ona sual verəndə ki, niyə ağ çəkirsən, niyə taqatsizsən filan. O mənə dedi ki, bəs heç nə. Yəni, nə xəstəyəm, nə bir halsızlığım var, nə bir şey. Nəysə, Pəncəlini tabutun gətirdilər, dəfn elədik. Həmən o iş yoldaşım gəldi. Məni bu həyatda görəndə bir 4 metrə, 5 metrə məsafədən qollarını açdı, gəldi məni qucaqladı. Dedi, bəs yadına gəlir, bəs mənə sual verirdin ki, bəs niyə ağ çəkirsən, bəs bəlkə sən xəstə olmuşsan, soyuq dəyib sənə. Həmən o fraqment yadımdadır, dedim, bəs hə, yadımdadır. Dedi, bəs sən ona sual vermişdin, bir gecə ona qonaq olanda ona sual vermişdin ki, 4 erməni hərbçisi minaya düşdü. O sənin üçün onun boynunu almamışdı. Amma mənə dedi ki, həmən o iş mənim işim idi. Onu mən eləmişdim. Ermənilər arasına girib. Bəli, onu mən eləmişdim, amma qardaşıma deməyəsən, qoyu bilməsinlər. Sonra ondan bir döyüş yoldaşı var, 2 gözü yoxdur, bir qolu da yoxdur. Nəzər Əbdürrəhmanov. Üzə yaxşı dost olurlar, qardaş kimi. Həmən o tapşırıqda Nəzər Əbdürrəhmanov da onunla bir yerdə olub. Dedi, bəs özüm ona dedim ki, Pəncəli, 2 nəfər gəlir, minanı simlə quraşdırmışdı, oturmuşdu qıraqda, gözləyirdik. Ona dedim ki, bəs 2 nəfər gəlir, tapşırığı yerinə yetirək, çıxaq buradan. Dedi ki, sən deyinmə, biraz səbr elə. Bunlar postu dəyişdirməyə gediblər. Hələ çoxu gələcək. 2 nəfəri deyir, buraxdı. 4 nəfər gələndə minanı partlatdı deyir. Oradan deyir, uğurlu keçdi. Əməliyyat oldu, gəldik deyir. Sonra bir dəfə Morovda olmuşdu. Bu canavar sol, canavar sağ, camış yüksəkliyi, zivilyan. Deməli bir şəkil göstərdi. Morovda o şəkli çəkmişdi. Yeznəmiz orada 4 il paşti xidmət eləmişdi. Birinci Qarabağ müharibəsi yoxdur. Həmin o şəkli Yeznəmizə göstərəndə, dedim, bəs bura tanış gəlir sənə. Dedi, bəs hə. Daha danışmadım mən orada neynəmişəm, neynəməmişəm. Döyüş yoldaşı, Pəncəli şəhid olandan sonra döyüş yoldaşı danışdı. Dedi, bəs təxminən bir həftə orada istədik tapşırığı yerinə yetirək, keçək erməni düşmən tərəfə, keçə bilmədik. Ağır Pəncəli canavar sol, bilməm canavar sağdan opuşub keçib. Keçib orada da mühasirəyə də düşüb. Oradan xəbər gəlməyib. Deməli, orada bir Oğaz şəxsiyyətlə, heyətlə, özdə yüksək rütbəli zabitlərlə dolu bir Oğaz, 2 dənə də Oral Malkad marşı partlatmışdı. Bu 44 gün müharibədə orada döyüşənlər gəlib burada danışdılar bizə, deyib, hansı ki Pəncəli orada maşın partlatmışdı. Həmən o maşınların qalıqları indi də o qayalıqda var. Sonra bir yaxın... Bədənlərin o tüklər məsələsi var, olma məsələsi. O hadisə necə oldu? Sonra, aprel döyüşlərindən sonra... Yox, aprel döyüşlərindən sonra həmən o bədəndə olan tükün olmaması mən gözümlə görmüşdüm. Sual verdim ona, bir yerdə yatdı. Yatanda gördüm bunun bədənində, bədən hamısı bir yerdə tük var, bir yerdə yoxdur. Sinəsində başqa tük yox idi. Ayaqlarında tük yox idi. Sual verdim, nə məsələdir? Mən dedi ki, bəs bilmirəm, ola birisi xəstəliyinə bağlıdır. Bədəndə olan tüklərim tökülür. Sual verdim, bəs başın tükü niyə tökülmür? Biraz zarafatlaşdım bundan nəsə. Aprel döyüşləri qutarandan sonra 2 döyüş yoldaş gəldi bura. Mən sual verdi ki, hansı qardaşına sual vermişdiniz? Vermişdilər, bəs niyə bədənin tükləri yoxdur? Deyir, bəs həmən o bədəndə tükün olmaması bilirsiniz nə idi? Bəs 21 gün, mən şəxsən onunla bir səngərdə 21 gün elə bir ki, mühasirəyə düşdük.
21 gün o səngərdə qaldıq. 4 gün yeməyimiz var idi. Ondan sonra deyir, yemək də yox idi deyir. İndi nə yeyiblər, nə yeyiblər onu mən deyə bilmərəm. 21 gündən sonra deyir, həmin o 21 gün ərzində snayper gülləsi deyir, səngərin üstündə ot saxlamaz. Hamısı bişdi deyir, yandırdı. 21 gündən sonra oradan deyir, çıxdı uğurlu əməliyyatla. Tapşırığı deyir, uğurlu yerinə yetirdik, çıxdı. Amma demədi, nə elədik. Onu demədi. Sonra bir döyüş yoldaşlar, onun adını da deyə bilərəm, prosto istəmirəm adını çəkim. Füzulidə snayper döyüşlərində deyir, iştirak elədik. Orada qaldı. Hə, həmən o bədəndə olmayan, o bədəndə tük olmadığına görə mən deyir ki, bəs həmən o səngərdə deməli növbə ilə deyir, bir nəfər yatırdıq, 5 dəqiqə, 10 dəqiqə belə növbə ilə. Deyir, görürdüm ayağından deyir, tükü çəkir, qopardır. Yox, bədən incisin, bu yatmasın. Mən deyir, yatanda mənim qulağımın deyir, dibindən tükü deyir, tərsinə çəkirdi, mən də yoxumanı yaparmaz. Özü də demişdi, getmişdi o döyüş yoldaşına demişdi, bəs qardaşım mənə sual verdi ki, sənin bədənində niyə o tük tökülüb, ala-bula görükür, nəysə. Deyir, mən demişdi ona, qardaşımla zarafat elədim, dedim ki, bəs ola bilsə xəstəliyinə bağlıdır, tüküm tökülür. Amma bu düşmən arasında yuxuya getməmək üçün. Bəli. Sonra bir Füzulidə snayper tapşırığında olurlar. Deyir, bir erməni hərbiçisi ilə rastlaşdı, deyir, mən də bununla. Mən bunun köməkçisiyəm, deyir. Bizə lazımdır ki, nəysə, birini ya əsir götürək, ya öldürək, çıxaq edək də buradan, tapşırıq yerinə yetirir. Tapşırıq deyir, budur. Erməni hərbiçisi deyir, bizlə rastlaşanda deyir, pəncəlinin əlində silah var. Bunu deyirəm, pəncəli, at, vur, öldür, çıxaq edək. Erməni hərbiçisi onun qabağında qaçır, atır güllə. Pəncəli də bunun elə bir ki, 3-4 metrə məsafə var. Fırlanır bu üzə, gülləni atır, güllə gedir başqa yerə, sağa, sola belə, pəncəliyə dəymir. Gördü ki, bu girir, sırf səngərə girir. Qumbaranın deyir, atdı onun, qumbara deyir, onun başında partladı. Başı deyir, qatıq bankası kimi dağıldı deyir. Üstündəki silahı, indi bilmirəm, adın, familiyasını qopartdı deyir, çıxdı bundan. Qayıtdıq deyir, dala. Sonra bu xüsusi təyinat olmayıb, yəni sıravi bir əskər olub. Elə Astarada indi. Deməli, bir yerdə üzbəüz gəldik, mən tanımırdım o əskəri. Kimsə ona dedi ki, bəs pəncəlinin qardaşıdır. Gördüm, gəldi, oturdu, atası ilə mənim yanımda. Atası ona dedi, bəs bu bilirsən kimdir, dedi, bəs pəncəlinin qardaşıdır. Gəldi, oturdu, dedi, bu Beyləqan tərəfdə Araz boyu. Xidmətdə idim, deyir. O yadıma gəlmir. 2014-də olmuşdu, ya 15-də onu dəqiq deyə bilmərəm, deyir, mən posta çıxmışdım, deyir. RPG silah üstümdə var idi, deyir, bir dənə də qumbara üstümdə idi, süngü bıçaq filan, nəysə. Bizə də qabaq dönəmdə demişdilər ki, ehtiyatlı olun, xüsusi təyinatlar gələcək. Günün deyir, günorta çağıdır, isti deyir, dəyib mənim başıma. Bilmirəm, fikrim hardadır. Nəysə, arxada deyir, səs eşitdim. Şönüm deyir, arxaya baxanda gördüm, nəsə bir yekəpər, maskalı vəziyyətdə, özüm deyir, fikirləşdim ki, apardılar mənim erməni idim. O deyir, özü hiss elədi ki, dilim tutuldu. Deyir, mənə dedi ki, barmağım belə elədi ki, narahat olma, mən də Azərbaycandayım. Azəriyəm məndən, qorxma. Yavaş-yavaş məni söhbətə tutdu, dedi, bəs mənə yol buradan göstər, mən hərbi hissəyə yedim. Bu erməni tərəfdən gəlirmiş pəncəli? Yox, ərazi bizim ərazidir.
Prosto bu girib bizim postumuza. İndi bilmirəm o tarafa keçmək istəyib, neyini, mən deyir bunu tək gördüm. Nəysə, mən deyir buna yaxa elədim ki, bəs hərbi hissədə demək ki, mən demişəm sənin üçün, sən hərbi hissəyə girmişsən. Mən deyir başım çıxma sıravi bir əskərəm. Mənə qoydu dedi ki, bəs sən narahat olma. Bu deyir buradan getdi. Yolu bunun üçün dedim, haradan gedə bilərsən, hərbi hissəyə haradan girə bilərsən. O deyir mənə dedi ki, bəs mənə 3 F1 qumbara lazımdır. Deyir mən qorxdum, üstümdən götürəcək, mən gedərəm həbsə. Dedim mənə dedi ki, mən uşaq deyiləm, sən yol göstər, mən hərbi hissəyə gedim. Bu deyir getdi, ayrıldıq bir-birimizdən, mən də bu postaya mənim o xidmət vaxtım deyir qutardı. Gəldim deyir hərbi hissəyə, gördüm bu maskalı vəziyyətdədir. Bu hərbi hissə komandiri ilə yadıma düşmür, polkovnik leytenant olub yoxsa polkovnik. Söhbət bilirsən nədən gedir? Deyir, bəs bu hərbi hissə komandiri özünü deyir, bununla elə aparır ki, güya mən yüksək rütbəliyəm, sən bir gizirsən, mən necə sənə qumbara verə bilərəm. Bu deyir, qumbara vermədi. Vermədi, bu harasa deyir, hara inansa əlaqə saxladı. Həmən o hərbi hissə komandiri buna 3 dənə F1 qumbaranı verəndə elə bil ki, necə deyimi, bunu alçaltmaq elə istədi deyir. Əgər sən bu F1 qumbara ilə heç nə eləyə bilməzsən, bunun birinin 3 qatını sənin ayağına vuraram. Deyir,